Diqqət, diqqət. Təcili xəbər. Show biznes xəbəri. Bir neçə vaxtdır ki, həbs edilmiş Rəqsanə İsmailova haqqında xəbər var. Xahiş edirəm bu paylaşımı bəyənin və kanala abunə deyilsinizsə kanala abunə olarsınız. Fikirlərinizi şərh bölümündə yazarsınız. Bir neçə vaxt idi ki, Rəqsanə İsmailova show biznes ulduzu 5 uşaq anası həbs edilmişdir. Hal-hazırda bu günləri noyabrın 19-u tarixində Rəqsanə İsmailova həbsdən azad edilərək ev dustaqlığına buraxılmışdır. Bir daha show biznes ulduzu Rəqsanə İsmailovaya uğurlar, qalibiyyəti bir daha təbrik edirik. Mən də Şahmar Salman YouTube kanalı adından Rəqsanə İsmailovanı səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Uğurlarınız bol olsun. Bu qalibiyyətiniz nəticəsində ən azından ev dustaqlığına buraxıldınız. Təbriklər.